Gülka adında deyilən bir kız var. Tanıyıram, bizdə Ha. olur. Bunu gördüm, bunu zəng elədim, dedim ki, bəs Gülka xanım, bir toyumuz var, səni ora dəvət edirəm. Amma xahiş edirəm, başqa bir şey olmasın da sonra yəni mən padvayt olaram, mən pis olaram kimizə yanında. Yo, müəllim, sənətkar, siz nə danışırsınız, belə elə. Bir də gördüm ki, bir ayrı bir xanıma zəng elətdirir ki, mən ora gələ bilmirəm. Yəni, prodüsörünə. Mən demək istəyirəm ki, Gülka xanım, sən kimsən sənin prodüsöründə o? Sən kimsən ki, sənin prodüsörün var? Sən evet bir kimsə ol, sonra prodüsörün olsun da. Qardaş hərəsi bir bir prodüsör getirir. Bu nə deməkdir? Adam yalan danışmaz, adam saxtalıq eləməz. Mən də, məsələn, Manaf kimi bir oğlanın qabağında söz verirəm. Hədə deyəydin pul vermənə gəlim, o başqa məsələ. Valla pul desəydi 5 qat verəcəkdim, yəni o söhbəti yoxdur. O da elə olandı ki, onun iş qabağından, yəni o... Hə, təhsil edeyim də söz verib. Amma mən söz vermişəm. Sən dünən çıxmısan ortalığa, büyünləri yalan satırsan, ayrı bir işin çıxan kimi bu birisini badvaat eləyirsən. Yəni var, tək oğlanlar deyil. Mən